Müğənni Xatirə İslam oğlu Emillə görüntülərini paylaşıb. Sənətçi evində lenta aldığı videoda oğlunun saçını darayıb. Xatirə paylaşıma "Amin yazan əllər dərd görməsin" sözlərini yazıb. Qeyd edək ki, Fəxrəddin adlı bəylə ailəli olan Xatirənin bir oğul övladı var. Kiçik banketlərə yüksək qonorar verəndə belə getmirəm. Düz gəlmir, səhnə də olmur. Mənə pul önəmli deyil. Başqa ölkələrdən şirkətlər zənglər vurur, dəvət edir. Həmin zaman mən bu kiçik məclisdəki görüntüyə görə onlardan böyük səhnə istəyə bilmirəm. Ona görə də belə kiçik məclisə getmirəm. Bu sözləri müğənni Üzeyir Mehdizadə qonaq canlı verilişində deyib. O bildirib ki, banketlərdən gələn dəvətlərdən imtina edir. Üzeyir aparıcı Aytəkin Mərdanovanın övladları ilə bağlı sualını cavabsız qoyub. İfaçı 3 övladı olduğunu təsdiqləsə də, bu haqda danışmaq istəməyib. Burada ayıb heç nə yoxdur, amma danışmaq istəmirəm. Xasiyyətimlə bağlıdır, əvvəldən beləyəm, sonradan dəyişməmişəm deyə müğənni bildirib.